Bu bərnamədə sizinlə ayıq olmaqdan danışacağam. İncilin çox yerlərində görürük ki, İsa söhbətlərinin arasında tövsiyə edir ki, ayıq olaq. Xüsusən də bu sözü həyatının axır günlərində çox deyirdi. Biz bu ayıq olun tövsiyəsini daha çox o zamanlar görürük ki, İsa yer üzünə təzədən gələcəyindən danışır. Marqosun yazdığı İncildən bu mətnə bir qulaq asın. İsa belə deyir. Diqqətli və oyaq olun. Çünki o zamanın nə vaxt olacağını bilmirsiniz. Burada İsa öz gələcəyindən danışır və deyir ki, bu qürbətə gedən bir adamın vəzinə bənzər. Evindən ayrılan vaxt, evinin ixtiyarını nökərlərinə verib, hərəyə öz işini tapşırdı və qapıçıya da əmr etdi ki, oyaq qalsın. Siz də oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini bilmirsiniz. Bilmirsiniz, axşam gələcək, yayın ki, gecə yarısı. Xoruzların banladığı vaxt gələcək, yayın ki, səhər. Olmasın, gəlib sizi yuxuda tapsın. Sizə dediklərimi hər kəsə deyirəm. Oyaq qalın. İsa'nın dediyi bu məsəldə ehtiyatlı olmağı görürük. Gözləməyi həm də məsuliyyəti. Amma bunların hamısından çox İsa bu mətləb üstündə təkid edir. Oyaq qalın. Niyə? İsa deyir, çünki o zamanın nə vaxt olacağını bilmirsiniz. İsa onlara demişdi ki, onun təkrar yerə dönəcəyi zamanın nə vaxt olacağını heç kəs bilmir. Hətta göylərin mələkləri də, hətta o özü də bu zamanı fəqət ata pərverdigar bilir. Heç kəs bilmir ki, İsa nə zaman yerə qayıdacaq. Hətta pərverdigarın hüzurunda duran mələklər də. Onun üçün də lazımdır ki, İsa'nın şagirdləri daim ayıq və oyaq olsun. İsa məsəldə onlara aydınladır ki, ayıq olun, çünki sizə iş tapşıran ağa gəlib sizdən hesab istəyəcək. Bu mətləbi, əzizlərim, İsa'nın çox məsələlərində görürük. Ev sahibi səfərə çıxır və evinin ixtiyarını nökərlərinin əlinə verir. Və onların əsla gözləmədikləri zaman ev sahibi səfərdən qayıdır və onlardan hesab istəyir. Marqosun yazdığından oxuduğum qismət də bunu deyir. İsa'nın peyrəvləri, oyaq olun. Nə qədər müsibət olar, əgər İsa gəlib sizi oyaq tapmaq əvəzinə yuxuda tapsın. Amma kim gərək oyaq olsun? İsa'nın dediyi məsəldə elə bil adam gərək daim oyaq qalsın. İsa'nın dediyi məsəldə bir adam səfərə çıxır və evinin ixtiyarını nökərlərinin əlinə verib hərəyə öz işini tapşırır və qapıçıya əmr edir ki, oyaq qalsın. Qapıçı bilirsiniz kimdir? Qapıçı evin giriş qapısının yanında duran adamdır. Qapıçıya oyaq qalmaq lazımdır. Çünki hamıdan qabaq odur ki, ağanın səfərdən döndüyünü görüb pişvaza çıxar ki, ona xoş gəldin desin. Qədim şəhərləri bir xatırlayın. Şəhərlərin ətrafına duvar çəkərdilər və duvarın başında mühafiz qoyardılar. Şəhərin duvarında dərvazalar da olardı ki, onun yanında mühafiz durardı.
Bu mühafizlər şəhərin adamları tərəfindən oraya qoyulurdular ki, ayıq olsunlar. Xüsusən vəzifə başında olan zaman. Bu mühafizlər üçün lap böyük müsibət bu idi ki, vəzifə başında yuxuya getsinlər. Amma İsa fəqət qapıdan istəmirdi ki, oyaq olsun, peyrəvlərinin hamısından istəyirdi. Və bunu sözlərinin axırında açıqca deyir. Sizə dediklərimi İsa buyurur, hər kəsə deyirəm, oyaq olun. İsa bunu ancaq şagirdlərinə demirdi. Ancaq qeyri-yəhudilərə də demirdi ki, Mərqos İncilini onlara müxatəb yazıb. İsa bunu bütün peyrəvlərinə deyir. İşimiz nə olur olsun, İsa bizdən ayıq olmağımızı istəyir. İsa'nın bu sözdən amac məqsədi nədir? Onun peyrəvləri necə daim oyaq qala bilərlər? Yəqin ki, o peyrəvlərindən istəmirdi ki, əsla yatmasınlar. Getsimani bağında xatırlayın, o özü dua edən vaxt başqa şagirdlər yuxuya getmişdilər. Bu oyaq qalmağın yəqin ki, başqa bir dərin mənası gərək olaydı. Sevgi olan Rəbbimiz, baxın, zalim ağalar kimi peyrəvlərindən mümkün olmayan bir şey ki istəməz. Bədənimiz yorğunlan vaxt yatmağa ehtiyacımız var. Amma yuxudan qalxandan sonra necə? Və çox təəssüf ki, çox peyrəvlər gözləri açıq yuxudadırlar. Daim oturub gözlərini qamaşdırırlar. Ətraflarında nə keçdiyindən əsla xəbərləri yoxdur. Hər şeyi yaddan çıxardıblar, hətta onun qəflətən gələcəyini də.
İsa'nın peyrəvləri, İsa'ya inanan adamlar necə ayıq yaşaya bilərlər? Necə bütün zaman oyaq ola bilərlər? Mətta yazdığı İncildə İsa'dan peyrəvlərinə 3 məsəl nəql edir və bu məsəllər ilə oyaq olmağın və oyaq qalmağın necə olduğunu açıqlayır. Birinci məsəl, gəlinin arxasında duran 10 qızdan danışır ki, çıraqlarını götürüb bəyin pişvazına çıxırlar. İsa buyurur, onlardan 5'i ağıllı, lakin 5'i ağılsız idi. Onlardan 5'i ruhani baxımdan ayıq idi, lakin 5'i yuxuda idi. Ağılsızlar özləri ilə çıraqları götürmüşdülər, amma yağ götürməmişdilər. Amma ağıllılar çıraqları ilə bərabər öz qablarında yağ da götürmüşdülər. Amma bəyin gəlməyi yubandıqda hamısını yuxu bastı və yatdılar. Gecə yarısı qışqırıq düşdü. Bəy gəlir, onun pişvazına çıxın. O zaman qızların hamısı durub öz çıraqlarını sahmanladılar. Ağılsızlar ki, yağ gətirməmişdilər. Ağıllılara dedilər, yağızdan bizə verin, çünki çıraqlarımız sönür. Ağıllılar cavab verib dedilər, xeyr, bu yağ bizim hamımıza çatmaz. Yaxşısı odur ki, gedib özünüz üçün yağ alasınız. Onlar yağ satın almağa gələndə görürük ki, bəy gəlir və hazır olanlar bəylə gedib toy məclisinə girirlər və qapı bağlanır. O biri qızlar sonradan gəlib deyirlər, ağa, qapını bizə aç. Amma bəy cavab verib deyir, doğrusunu sizə deyirəm, sizi tanımıram. İsa bu məsəlin axırında bunu əlavə edir. Beləcə siz də oyaq olun, çünki insan oğlunun nə gələcəyi günü bilirsiniz, nə də gələcəyi saatı. Bu məsəldə oyaq olmaq, əzizlərim, budur ki, imanımızın əsil bir iman olduğundan arxayın olaq. İçi boş bir iman yox, xəyali bir iman yox ki, yaman günlər yetişdikdə birdən məhv olsun. Elə bir iman ki, Pərverdigarın özü ilə olan rabitədən qüvvət alır və bundan böyüyür. Və nəhayət bizi qadir edir ki, Rəbbimizin pişvazına çıxaq. Oyaq olmaq, ayıq olmaq, yəni bu, əzizlərim, çıraqlarımızın kifayətcə yağı olduğundan yəqin tapmaq, arxayın olmaq. Oyaq olmaq, yəni bu ki, sizin vücudunuz müqəddəs ruhdan doludur. Və İsa'nın həyatı ilə siz də dirisiz. Qoyun İsa'nın dediyi 3-cü məsəli də sizə deyim. Amma bilirəm ki, onun barəsində danışmağa vaxtımız çatmayacaq. Necədir bu məsəli deyəndən sonra bu bərnamədə eşitdikləriniz haqqında biraz düşünəsiz. Çıraqlarınıza bir baxasınız. Olmasın kifayətcə yağları olmasın. Aya çıraqlarınızda yağ var. İsa 3-cü məsəlində belə deyir. Bu səfərə çıxan bir adama bənzər ki, evdən ayrılanda nökərlərini çağırıb malını onların yanında əmanət qoyur. Nökərlərin hər birinə öz qabiliyyətinə görə pul verir.
birinə 5, birinə 2, birinə də 1 kisə və sonra yola çıxır. 5 kisə alan nökər dərhal gedib o pulla ticarət edir və 5 kisə daha qazanır. 2 kisə alan nökər də bu yolla 2 kisə daha qazanır. Lakin 1 kisə alan nökər gedib yeri qazır və ağasının pulunu orada gizlədir. Uzun bir zaman keçir. Nökərlərin ağası səfərdən gəlir və onlardan hesab tələb edir. 5 kisə alan gəlib daha 5 kisə gətirərək deyir, ağa, sən mənə 5 kisə verdin, mən ondan daha 5 kisə qazandım. Ağası ona deyir, afərin yaxşı və sadiq nökər, sən az şeydə sadiq oldun, səni çox şeylər üstünə qoyacağam. Gəl ağanın şadlığına şərik ol. 2 kisə alan da gəlib deyir, ağa, mənə 2 kisə verdin, bax, mən 2 kisə daha qazandım. Ağası ona deyir, afərin yaxşı və sadiq nökər, sən az şeydə sadiq oldun, səni çox şeylər üstünə qoyacağam. Gəl ağanın şadlığına şərik ol. 1 kisə almış olan nökər də gəlib deyir, ağa, sənin nə qədər bərk bir adam olduğunu bilirdim. Əkmədiyini yerdən biçərsən, səpmədiyini yerdən yığarsan, onun üstündə qorxdum və gedib sənin pulunu yerdə gizlətdim. Buyur, bu da həmən verdiyim pul. Lakin ağası cavab verib ona deyər, ey pis və tənbəl nökər, mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdin, hə? Bəs nə üçün o pulu sərraflara vermədin ki, gəldiyim zaman pulumun üstünə mənfəət gəlmiş olsun. Bu 1 kisə pulu ondan alın və 10 kisəlik olana verin. Rəbb mənim ilahım, əksiyim olmaz. Heç zaman bəhrəli çəmənim solmaz. Saçsəl sularım əsla qurumaz. Ruhum təzələnib Rəbb iləyəm mən. İsmi şərəfinə haqq yolda mənim, aparan Rəbbimdir qovdum ələmin. İsmi şərəfinə haqq yolda mənim, aparan Rəbbimdir qovdum ələmi. Gəzsən ölüm zülmət şər vadisini, qorxum yox güc allam Rəbbinin gücündən. Gəzsən ölüm zülmət şər vadisini, qorxum yox güc allam Rəbbinin gücündən. Düşmənlərim baxar, göz önümdə sən, Rəbbim mənim üçün süfrə sərərsən. Başımı məs edib ətir səpərsən, qəlbim aşıb daşar yalnız fərəhdən.
İsmi şerefine hep yolda məni aparan Rəbbimdir qordun ələmin. İsmi şerefine hep yolda məni aparan Rəbbimdir qordun ələmin. Geçsen ölüm zülmət şər vadisinin, korkum yok güç Allah'ım Rabbimin gücünden. Geçsem ölümü zulmet şer vadisinin, korkum yok güç Allah'ım Rabbimin gücünden. Yolunu sevinç şadlığı izleyir, Rab sevenleri Rab əzizləyir. Rab yolunu sevinç şadlığı izleyir, Rab sevenleri Rab əzizləyir. Kalbim ömür boyu sözünü gözleyir, hiç vaxt ayrılmaram Rab evindən mən. Kalbim ömür boyu sözünü gözleyir.